Salam, hər vaxtınız xeyir olsun dostlar və qardaşlar. Növbəti mənzilimizi Allahın izni ilə tamamladıq, montaj sistemini. Deməli bu mənzildə 5 ədəd radiator, 1 ədəd şulka, 5 çıxış isə 35 kvadrat isti döşəməmiz var idi. Bu bizim balkonda kollektor işitimizi bura yerləşdirdik. Kombi isə bu hissədə olacaq kombi. Burada isə filtrimiz, bypass sistemi, evin oxşi giriş sistemini bura verdik. Çünki evin içində oxşi xəttə krant olmalıdır. Balkonun trapını bura yerləşdirdik. Və bu radiator xətlərimizdir. Bu qaydada bura bir otaq. Bura bir otaq, radiatorlar. Bura qonaq otağıdır. Burada 2 ədəd radiator var idi. Biri o hissədə, biri isə bu hissədə. Buradan da bir ədəd radiator uşaq otağına o tərəfə keçir. Sonra növbəti otaqları sizin üçün çəkim. Buradan xətlərimiz davam edir. Buradan o tərəfə bir dənə yataq otağı var. Bir yataq otağında isə 2 ədəd radiator var. Onun üçün 4 ədəd boru gedir. Bura isə mətbəx hissədir. Mətbəxin də giriş-çıxış suları hamısı səliqəli şəkildə stanovka olundu. Paltar yuvansında, moyka içində. Demper lentimiz də vurulub. Gördüyünüz kimi səliqəli şəkildə. Və buradan davam edirik. Bura isə mənzilin sanuzeli. Burada divar içi gizli paçok. Bu hissədə isə suşulka. Burada gigiyenik duş. Burada isə moydadır yerləşir. Bura isə mənzilin duş kabinasıdır. Hamısı səliqəli şəkildə ustanovka oldu. Bu isə kanalizasiya. Bura isə camaşırxana. Burada bir ədəd paltar yuvan olacaq. Onun üçün burada kanalizasiya çıxışı və bir ədəd soyuq su çıxışı verdik. Buradan isə mənzilin giriş su xətti gəlir. Bura isə yataq otağı, 2 ədəd radiator var. Biri bu hissədə. Bunu dizayn bu hissəyə vermişdi. Burada şkaf olacaq idi. Onun üçün radiator o hissədə yerləşdi. Biri isə qapının kənarına vermişdi. Biri isə radiatorun bu hissədə yerləşəcək. Bu qədər. Burada bizim qaldı isti döşəməmiz. Mətbəx və koridor isti döşəmə olacaq. Bir də hamam, camaşırxana isti döşəmə olacaq. İnşallah birinci beton veriləndən sonra gəlib isti döşəməmizi çəkəcək. Burada bir şey də vurğulamaq istəyirəm qardaşlar. Deməli bu mənzildə bizdən öncə elektrik işləmişdi. Həqiqətən mən buradan o qardaşa dərin təşəkkürlərimi bildirirəm. Halaldır sənin bu qazandığın pul qardaş. Çox səliqəli, həqiqətən çox gözəl bir iş görmüsən. Halaldır sənə qardaş. Həqiqətən halaldır. Bax qardaşın gördüyü kişi çəkirəm. Görün necə gözəl səliqəli elektrik çəkir. Oldu qardaşlar. Elektrik qardaş, Allah sənin də qazancını bol etsin. Allah ruzunu versin. Vaxtınızı ayırdınız, izlədiniz. Allah canınızı sağ eləsin. Növbəti mənzildə inşallah görüşmək ümidi ilə. Çox sağ olun.